Salam əziz şagirdlər. Bu videoda isə OTK-nın birinci sınavının dinləmə və mətnini izah eləyəcəm. Dinləmənin indi sizinlə mətn versiyasını paylaşıram. Özünüz də skrin eləyə bilərsiniz və sualları elə də yoxlaya bilərsiniz. Mən indi izahlarını da verəcəm, cavabları da. Seçilən sual beləymiş ki, how did Katie improve her playing ability? İfaçılıq bacarığını necə inkişaf elətdirib? Dinləmənin təxminən sonlarına yaxın imiş ki, she spent hours on outdoor games and her playing ability quickly improved. Bu hissəyə əsasən doğru cavab 1 və 4 imiş A variantı. 81-ci sualda hansı false-dur, yanlışdır? 5 versiya verilib. She could play hockey and did well at school too. Bəli, dinləmədə deyilmiş ki, hockey oynayıb və məktəbdə yaxşıymış bundan. Katie Swan became number 2 in the world at the age of 15. 15 yaşında number 2 olur, doğru. Unlike other stars, Katie wasn't given a racket at an early age. Many young tennis stars were given a racket when they could walk and played seriously at an early age. Bəli. Bir çox gənc tennisçiyə, tenis ulduzuna hələ gəzərkən raketka verilir və onlar artıq erkən yaşda ciddi uğur qazanırlar. Amma bu Katie üçün fərqli olub. She had her first tennis lesson at the age of 7. Hələ 7 yaşında ilk dərsinə gedib, ona görə bu da doğru. Katie local school'a gedib ABŞ-də, doğru. Valideynləri inanır ki, o profesional olacaq bir gün. Her parents loved when the coach said she would be a professional one day. Deməli, valideynləri yox, koç fikirləşir, məşqçi fikirləşirmiş, profesional olacaq. 81Y. 82-də mətn nə barədədir? The second best tennis player in the world. Dünyadan yaxşı tenisçi. 83. When did Katie start playing tennis? At the age of 7 və yaxud at the age of 7 when she was on holiday in Portugal. 84. Katie loves competing, especially axırlarda deyirdi, when she wins. Competition sözünü təsvir edən sifətsə international. Və keçək mətnin izahına. Kifayət qədər qeyri-adi, maraqlı mövzusu olan bir mətn idi. Mobile libraries'dən başlayırdı danışmağa, yəni mobil kitabxanalar. Mobil kitabxanalar deyəndə nə başa düşürük? İndiki müasir kitabxana avtobusları, məsələn, deyək ki, bunlardır artıq. Mobile libraries. Bəs görək əvvəllər necə imiş? Tarixi gedir, çıxır. Deməli, o dövrə ki, hansı dövrə? Təkərlər üzərində kitabxanalar dövrü imiş. Bir növ kənd yerlərinə xidmətlər göstərilmiş. Hal-hazırda USA-də hələ də var book mobile'lar və onlar məktəblərdə, qocalar evində, həbsxanalarda, xəstəxanalarda müxtəlif müştərilərə xidmət eləyir. 19-cu əsrdə İngiltərədə, 20-ci əsrin əvvəlində isə ABŞ-də onlar deməli şəxsi, fərdi evlərə və bütün kənd mərkəzlərinə xidmət edilmişlər, çatdırma eləyirmişlər. Deməli, başqa çatdırma üsulları nə imiş? Nələr var dünyada ümumiyyətlə, deməli, informasiya resurslarını? Qayıqlarla, velosipedlə, atla, fillə, hətta isti hava balonları ilə, hava şarları ilə də belə desək. Book mobile'lar flexible-dır. Yəni, burada flexible deyəndə çevikdir də, belə deyək, tərcümə eləyək. Çünki the collections can be adjusted to the audience's expectations. Çünki onların kolleksiyaları auditoriyanın ehtiyaclarına uyğun dəyişdirilə bilir. Həmçinin də kitabxanaya getməkdə çətinlik çəkən insanlar yaşayan ərazilərdə onlar işləməlidirlər.
Bu book mobile'lar təkcə kitablar daxil deyil, həmçinin musiqi, rekordlar, kinolar da daxildir bunlara. İstənilən insan yaşayan ərazidə göstərilə bilən kinolar. 21-ci əsrdə də istifadə edilir. Bəzilər fikirləşir ki, bu out of date'dir, yəni vaxtı keçib. Niyə belə fikirləşirlər? Yüksək xərclərinə, qiymətlərinə, praktik olmamasına, səmərəsizliyinə, effektiv olmamasına görə artan yaşıl texnologiyalara tələbatı ödəmək üçün bəzi şirkətlər nə ediblər artıq vacib improvementlara nail olublar karbon emissiyasını azaltmaq üçün. Necə? Məsələn, ənənəvi generatorları günəş panelləri ilə dəyişiblər. Sonra digital book mobile'lar elektron kitabları təbliğ eləyir, irəli çəkir. Lending programs in libraries. Neynir bunlar? Deməli, Overdrive kitabxanalar vasitəsilə məktəblərdə və kitabxanalarda elektron kitab icarə proqramlarını təbliğ eləyirlər. Bu Overdrive-da nədir bəs? Overdrive-da kitabxanalar üçün dünyanın aparıcı rəqəmsal məzmun paylayıcısıdır, belə tərcümə edə bilərik. Mobil kitabxanalar həmçinin imkan verir insanlara ki, istənilən yerdə kitablar aləminə çıxış imkanı yaradır, belə tərcümə edə bilərik. Bu mobilləri daha müasir və eco-friendly eləmək üçün nə edirlər? Panellər söhbəti və e-book, digital söhbətini götürə bilərdiniz. Yəni 1 və 3B variantı. 73 mətn təkcə 1920 yox, Bakı mobil kitabxanaların tarixi və inkişafı. 74. Why should book mobiles be adaptable? Niyə adaptable olmalıdır? Mətnin bu hissəsində idi. Because their collections can be adjusted to the audience's expectation. Because their collections must meet the reader's needs. Oxucuların ehtiyaclarını qarşılamalıdır. Hansı düzdür? İlk dəfə İngiltərədə görülüb, bəli, 19-cu əsrdə. Hal-hazırda Amerikada istifadə edilmir səhv. İnsanların əlçatan olmayan yerlərdə yaşayan insanların ehtiyaclarını qarşılayır, doğru. 1-3D variantı. Yalnız kitablar daxildə ora səhv. 76 və 77-ci sualın izahını yerləşdirmişəm kanalda baxa bilərsiniz. To have something inside or include something as a part. Contain sözünün definitionu idi bu da. Və provider sözünə paragraf 3-dən sinonim istəyirdi. Provider sözü təchizatçı, distributor. Təchizatçı, paylaşan, distributor deyirlər də. Məsələn, bizdə də var, Azərselin rəsmi distributora məsələn, yəni Azərselin xidmətlərini paylaşan, təchiz eləyən. Providerə də distributor olmalı idi.